Salam, hepiniz yeni mövzu izahatından. Bugün sizinle biz birlikte Rusiyanın Azərbaycanı işğala başlamasından danışacağıq. Elə isə giriş edək. İlk dəfə Ruslar Azərbaycanı 1-ci Pyotrun dövründə 1722-23-cü illər ərzində işğal eləmişdilər. Daha sonra isə 18-ci yüzilliyin sonunda 1796-da Bakı, Dərbənd, Quba və Gəncə xanlıqları olmaqla bir sıra xanlıqlarımızı Azərbaycanın bir sıra ərazilərini tutmuşdular. Ümumilikdə 18-ci əsrdə Ruslar Azərbaycanı 2 səfər işğal etməyə çalışmış, lakin ikisi də tam şəkilli işğal kimi başa çatmamışdı. Belə ki, 1-ci Pyotrun ölümündən sonra Nadir xanın apardığı fəaliyyətlər nəticəsində 22-23-cü il yürüşlər uğursuzluqla nəticələnmiş. Daha sonra 2-ci Yekaterinanın ölümü ilə də 1796-da Zubovun başçılığı ilə göndərilən ordu geri çağırılmış və 18-ci yüzilliyin sonunda Rusiyanın Azərbaycanı tab etmək planı puça çıxmışdı. 19-cu yüzilliyin əvvəllərində bəs vəziyyət necədir? 19-cu yüzilliyin əvvəllərində Rusiyada hakimiyyətdə olan bir hökmdarımız Çar 1-ci Aleksandrdır. Çar 1-ci Aleksandrın hakimiyyət illəri 1801-1825. Onun hakimiyyətdə olduğu dövrdə 1-ci Rus-Qacar müharibəsi və Rusiya ilk dəfə Azərbaycan torpaqlarını işğal etməyə başlayacaq. Ümumiyyətlə Rusiyanın Azərbaycanı işğal etməyə başlayanda Azərbaycanın işğal olunmasını asanlaşdıran səbəblər nələr idi? 1. Azərbaycan parçalanmış bir vəziyyətdə idi və xanlıqlar arasında birlik yox idi. İkinci olaraq, Azərbaycan ərazisində Qacarlar dövləti möhkəmlənə bilməmişdi. Belə ki, Cənubi Azərbaycan və İran mərkəzləşdirilmiş dövlətin tərkibinə daxil olsa da, Şimali Azərbaycan Qacarlar tərəfindən ələ keçirilə bilməmişdi. Digər tərəfdən, Rusiya heç cürə istəmirdi ki, nə Osmanlı, nə Qacarlar burada möhkəmlənsin Azərbaycanda, Cənubi Qafqazda və elə 1791-ci il Yassı sülhü ilə birlikdə Osmanlı belə deyək, passivləşdirilmişdi. Belə ki, Osmanlı Rusların Qafqaz və Şərqi Gürcüstandakı işğalları ilə barışmaq məcburiyyətində qalmışdı. Dördüncü nəticə isə, daha doğrusu səbəb isə İngiltərə və Fransanın Rusiyanın yaxın şərqdə mövqeyini gücləndirməsinə qarşı çıxması idi. Belə ki, Qacarlar dövləti ilə İngilislər arasında 19-cu əsrin əvvəllərində yüksək sürətdə bir yaxınlaşma baş verir və hətta bu yaxınlaşma 1801-ci ildə İngilis-Qacar müqaviləsi ilə nəticələnir və Ruslar artıq Azərbaycanı işğal etmək üçün daha da sürətlənirlər hərəkətlərinə, siyasətlərinə. Deməli, 1-ci Aleksandrın Azərbaycanın işğala başlaması üçün 4 əsas amil nə idi? 1. Azərbaycan parçalanmış vəziyyətdə idi, xanlıqlarda birlik yoxdur. İkincisi, Qacarlar zəifliyibdir və Azərbaycan şimalında mövqe tuta bilməyiblər. Üçüncüsü, Osmanlı dövləti Yassı sülhündən sonra artıq Qafqaz işlərinə, Şərqi Gürcüstan məsələsinə qarışa bilmir. Dördüncü məsələ isə Qacarların İngilislər tərəfindən yaxınlaşması, İngilislərin Qacarların arxasında dayanması və Rusiyanın yaxın şərqdəki işğalçılıq planlarına bunun zidd olması idi. Beləliklə Rusiya Azərbaycan uğruna yürüşlərini sürətləndirir. Gələk ilk dəfə nə edəcək Ruslar Azərbaycan ərazisində? 1801-ci il. 1801-ci ildə 1-ci Aleksandr fərman imzalayır. 1-ci Aleksandrın fərmanına əsasən Gürcüstan bir dövlət kimi varlığına son qoyulur. Gürcüstan 1783-dən 1801-ci il arasında himayədə idi. Lakin 1801-də 1-ci Aleksandrın fərmanı ilə onun daxili müstəqilliyinə son qoyulur və Gürcüstan daxilində olan Azərbaycanın 4 şəhəri var idi. Qazax, Şəmşəddil, Borçalı və Pənbək. Bu ərazilər Rusiya tərəfindən avtomatik olaraq ələ keçirilmiş olur və belə olanda da ilk dəfə olaraq Ruslar Azərbaycan işğalına o zaman neçənci illə başlayıb? 1801-ci ildə. Deməli, Ruslar Azərbaycanın ilk dəfə hansı ərazisini işğal ediblər? 1801, Qazax, Şəmşəddil, Borçalı və Pənbəklə işğala başlayıblar. Davam edək. Ümumilikdə, baxaq, bu dövrdə ümumiyyətlə Qafqazla bağlı siyasət yeridən ölkələr hansılardır? Rusiya, Qacarlar və Osmanlı, İngiltərə və Fransa. Rusiyanın məqsədi açıqdır.
Rusiya Azərbaycanı xamal mənbəyinə çevirmək istəyir. Rusiya Azərbaycanı işğal edərək öz müstəmləkəsinə salmaq istəyir. Bundan başqa Azərbaycanı işğal eləsə, həmçinin Şimali Qafqazda apardığı müharibədə də böyük irəliləyiş əldə edə bilər. Çünki Qafqaz xalqlarını həm şimaldan, həm cənubdan o zaman mühasirəyə ala bilər. Və digər tərəfdən də özünün o dövrdə ən böyük rəqibi olan Osint şirkətinə ağır zərbə vura bilər. Osint şirkəti kimlərindir? İngilislərin. İngilislərin şərqdə işğalçılıq siyasətini rəhbərlik edən belə deyək, hərbi təşkilat Osint şirkətdir və ruslar Cənubi Qafqazı tutarsa, ingilislərin mövqeyinə ağır zərbə endirəcək. İngilis və fransızların ümumi məqsədi nədir? Rusların yaxın şərqdə möhkəmlənməsinin qarşısını almaq. Rusları şərqə buraxmamaq. Qacarlarla Osmanlılar nə edir? Qacarlarla Osmanlıların da bir məqsədi Cənubi Qafqazda rusların irəliləməsinin qarşısını almaqdır. Hər kəs deməli rusların qarşısında durur. Şərqdə irəliləməsini İngilis, Fransız istəmir. Cənubi Qafqazda möhkəmlənməsini isə Osmanlı ilə Qacarlar istəmir. Cənubi Qafqaz deyiləndə təbii ki, Azərbaycan ərazisi bu dövrdə əsas nəzərdə tutulur. Çünki Gürcüstan zaten 1801-də işğal olunub. Davam edək. Beləliklə başlayaq biz danışaq nədən? Artıq Azərbaycanın işğalına başlamasından. 1801-ci il fərmanını vurduq yaddaşa. İlk dəfə deməli işğal olundu Qazax, Borçalı, Şəmşədli, Pənbək. Lakin bu 1-ci Aleksandrın fərmanından, manifestindən sonra buna qarşı çıxan 2 dənə xanımız var. Gəncəli Cavad xan, bir də İrəvan xanı Məhəmməd Hüseyn xan Qacar. Bunlar nə deyirlər? Məhəmməd deyir ki, Qacar hökmdarının, Qacar şahının fərmanına əsasən Pənbək şəhəri İrəvan xanının mülkiyyətdir. Yəni bizə verilməlidir. Cavad xan isə deyir ki, eyni qaydada Şəmşədli ərazisidə bizim dədə-baba mülküdür. Və ona görə bu da Gəncə xanlığına çatmalıdır. Və beləliklə Məhəmməd Hüseyn xan Qacar Pənbəkləri öz himayəsinə götürür, Cavad xan da Şəmşədli. Və belə olanda bu rusların, belə deyək, əsəbinə səbəb olur. Ruslar buna qarşı qıcıqlanırlar. Lakin nə İrəvan xanı Pənbəyi, nə də Cavad xan Şəmşədli uzun müddət əlində saxlaya biləcək. Bunun da əsas səbəbi xanlıqlar arasında heç bir zaman birliyin olmamasından qaynaqlanırdı. Davam edərik. Baxaq danışaq nədən? Keçid edək biz rusların artıq Azərbaycanı işğala başlamasından. 1802. Ruslar görürlər ki, Azərbaycanı işğal eləmək həmən dəqiqə alınası bir məsələ deyil. Bunun üçün birinci özlərini Pyotrun dövründə necə xalqı özlərini xilaskar kimi göstərməyə çalışırdılar. Eyni qaydada 1-ci Aleksandrda eyni bir şey deyir. Xalqa özünü xilaskar kimi təqdim edir. Belə ki, 1802-ci ildə 1-ci Aleksandr məlumatında bildirirdi ki, xalqı elə aldatmalıyıq ki, xalq elə düşünsün ki, bəs ruslar onların Qacarlardan müdafiə edən bir mələkdir. Yəni, rusların himayəsinə keçsinlər xanlıqlar. Bunun üçün də 1802-ci ildə yeni bir müqaviləmiz var. Eyni adlı müqavilə Georgiyevsk müqaviləsi. Georgiyevsk müqaviləsi tarixdə 2 dəfə bağlanır. 1783-1802. 1783 Georgiyevskə görə Gürcüstan Rusiyanın himayəsinə keçirdi. 1802-ci il Georgiyevskdə demək olar eyni bir məqsəd daşıyırdı. Bunda əsas məqsəd isə ruslar deyirdilər ki, istənilən Azərbaycan xanı, hansı Azərbaycan xanı istəyirsə, Rusiyanın himayəsinə keçə bilər. Bu bir. İkinci məsələ. İkinci, üçüncü məsələ biraz iqtisadiyyatla bağlıdır, xalqın başını aldatmaqdan ötəri. İkinci məsələ nə idi? Xəzərdə gəmiçilik inkişaf etdirilməlidir bunların dediklərinə görə və bundan başqa Cənubi Qafqazda ticarət genişləndirilməlidir, ticarət əlaqələri gücləndirilməlidir və hər bir kəs ən əsas məsələ ruslar deyirdilər ki, bütün xanlıqlar birləşməlidir Qacar təhlükəsinə qarşı. Qacarlara qarşı bütün xanlıqlar birləşsinlər. Beləliklə 1802 Georgiyevsk müqaviləsi ilə 1-ci Aleksandr bütün Azərbaycan xanlarına bir hüquq tanıdı ki, istənilən vaxtı Azərbaycan himayəsinə keçsinlər və ən əsas məsələ Azərbaycan xanlıqlarını Qacarlara qarşı bir ittifaqda birləşdirə bilmək nəzərində saxlayırdı 1-ci Aleksandr. Lakin bu müqaviləni görün kimlər imzalayıb? Cəmi 2 Azərbaycan xanı. Quba xanı ilə Lənkəran xanım bu müqavilədə iştirak edib. Bir də bəzi Dağıstan hakimləri bu müqaviləni imzalayıblar. Başqa hər hansısa bir Azərbaycan xanı yoxdur bu müqavilədə.
Deməli, 1802 Georgiyev müqaviləsini kimlər imzaladı? Quba, Lənkəran və bir də biz deyirik bəzi Dağıstan hakimləri. İndi 1801-ci ildə biz dedik ki, Gürcüstanın varlığına son qoyulur. 1801-dən düz 1822-yə qədər Gürcüstan quberniyası var. Gürcüstan quberniyası və Gürcüstan quberniyasının mərkəzi də Tiflisdir. Tiflisdə Qafqaz ordularının baş komandanının iqamətgahı yerləşir. Qafqaz ordularının baş komandanı. Qafqaz ordularının baş komandanlarından biri bu dövrdə kimdir? Knoring. Elə 1802-ci il manifestini, yəni daha doğrusu 1802-ci il Georgiyev müqaviləsini həyata keçirdən, xanlara bunu təklif edən Qafqazdakı Rus ordusunun komandanı olubdu Knoring. Neçənci ilə qədər deyəcək? Hardasa elə 1802-lərin sonu. Çünki artıq 1803-cü ildə bizim burada vəzifədə bir dəyişikliyimiz baş tutacaq. Çünki Rusların işğalı başlayandan sonra Qafqazdakı Rus ordularının komandanı vəzifəsinə Azərbaycan tarixində öz qəddarlığı ilə yadda qalan məhz Siyanov gətirilir. Gürcü əsilli Siyanov. Siyanov gəldikdən sonra ilk öncə Azərbaycan işğalına 1803-cü ildə Çar Balakəndən başlamağa qarşısına məqsəd qoyur. Çünki Çar Balakən ərazisi elə bir bölgədə yerləşirdi ki, demək olar ki, Azərbaycana giriş etməkdən ötəri bütün xanlıqlara mövqe almaqdan, bütün xanlıqları işğal eləməkdən ötəri mütləq şəkildə siz Çar Balakən xanlığını ələ keçirmək məcburiyyətində idiniz. Beləliklə Siyanov qərarını alır və ilk öncə Çar Balakən üzərinə yürüşə başlayır. 1803-cü ildə ilk döyüş məhz Çar Balakən şəhəri yaxınlığında Qanıq çay sahilində baş verir. Birinci döyüşümüz nə döyüşü? Qanıq döyüşü və yaxud digər adı ilə Qanıq çayının digər adı Alazan çayıdır. Baş verən bu döyüşdə Ruslar qalib gəlirlər, Çar Balakən şəhərinə daxil olurlar və Çarı ələ keçirirlər. Siyanov Çarlarla burada bir müqavilə imzalayır. 1803-cü il antlı öhdəlik. 1803 antlı öhdəlikdə nə nəzərdə tutulur? Deməli, antlı öhdəliyi kimlər imzalayıbdı? Ruslarla Çar Balakənlilər. Antlı öhdəliyə görə 1. Çarlılar girov verməlidirlər. 2. Xərac ödəməlidirlər. 3. Öz ərazilərində Rus qoşununu yerləşdirməlidirlər. 4. Bundan daxili müstəqilliklərini qoruyub saxlayacaqlar. Lakin Çar Balakən işğalından bir müddət sonra Siyanovun Çarı tərk eləməsini fürsət bilən Çarlılar elə üsyan qaldırırlar. Baş verən üsyan nəticəsində 1804-cü ildə Siyanov öz generallarından biri olan Qulyakovu ordu ilə birlikdə məhz Çarların üzərinə göndərir. Lakin Zaqatala yaxınlığında baş verən döyüşdə Çarlar Rus qoşununu məğlub edərək general Qulyakovu öldürürlər. Siyanov bundan bərk qəzəblənir. Öz ordusu ilə Çara geri qayıdır. Bunun xəbərini eşidən Çarlılar üzr məktubu göndərsələr də Siyanov deyir ki, mən gəlib sizin qadınlarınızı öldürəcəm, kişilərinizi, qocalarınızı, uşaqlarınızı məhv edəcəm, şəhəri yandırıb altından üstündən çıxacam və dediyini də eləyir. 1804-cü ildə Çar Balakən şəhəri amansızcasına Siyanov tərəfindən ələ keçirilərək, yandırılaraq külə çevrilir və şəhər əhalisi, yəni sağ qalanlar yenidən antlı öhdəlik şərtlərini qəbul etmək məcburiyyətində qalırlar. Beləliklə 1803 və 4-cü illər ərzində Çar Balakən şəhəri işğal olundu. Çar Balakən şəhəri işğal olunandan sonra isə ardı ilə İlisu Sultanlığı da Ruslar tərəfindən ardıcıllıqla ələ keçirilir. Çar Balakən İlisunun tutulmasından sonra artıq Ruslar istədiklərinə bir növ çatmışdılar. Belə ki, Çar Balakənin tutulması ilə burada xəritədə gördüyünüz yerdə Dağıstan bölgəsi yerləşir. Dağıstanlılar onsuz şimaldan Rusların mühasirəsi altındaydılar. Çar Balakənin ələ keçirilməsi ilə birlikdə
Dağıstan ərazisi həm də cənubdan mühasirəyə düşdü və bunun sayəsində ruslar Dağıstan xalqlarını daha sürətli məğlub etməkdən ötəri əhəmiyyətli strateji bir bölgəni ələ keçirmiş oldular. Davam edək. Gəncə xanlığı 1804-cü il. Gəncə xanlığının ələ keçirilməsində Siyanovun məqsədi nədən ibarət idi? Belə ki, Gəncə xanlığı strateji əhəmiyyətli mövqedə yerləşirdi. Gəncə xanlığı əgər ələ keçirilərsə, Azərbaycan xanlıqlarının içərilərinə doğru daha rahat və sürətli şəkildə irəliləmək mümkün olacaqdı. Və bundan başqa Gəncə xanı zamanında 1-ci Aleksandra zidd bir hərəkət olaraq Şəmşəddin şəhərini öz himayəsinə götürmüşdü. Və artıq Gəncə xanı bundan da əlavə daha da irəli gedərək Azərbaycan xanlarını bir araya toplamaqdan ötəri bir məşvərət, bir iclas yığmışdı və Azərbaycan xanlarını demək olar hamısını ora çağırmışdı. Lakin bu qədər Cavad xan canfəşanlıq eləsə də bu nəticəsiz qalır. Azərbaycan xanları qoşunlarını birləşdirmirlər. Gəncə xanı Cavad xana yalnız bir neçə Azərbaycan xanı dəstək verir. Bunlardan biri Qarabağlı İbrahim Xəlil xan olur ki, Gəncə xanını ruslara qarşı mübarizədə 2 top göndərərək onun şəhərini müdafiə etməsi üçün dəstəyini irəli vermiş olur beləliklə. Davam elədik. Siyanovla Gəncə xanı Cavad xan arasında ardıcıl şəkildə yazışmalar olur, məktublar göndərilir. Siyanov ona ultimatum verir ki, əgər oğlunu girov göndərəsən, bundan başqa 20.000 çevron xərac ödəyəsən, Rus qoşununu öz ərazində yerləşdirəsən, bundan başqa xarici müstəqilliyini sən itirəsən, bunların qarşılığında əhalinə və sənin canına malına əl vurulmayacaq, toxunulmayacaq. Lakin Cavad xan təslimiyyət tələbini rədd edir və 1800 belə deyək, 3-cü ilin sonları dekabr aylarında Gəncə yaxınlığında bir bölgə var, Quruqobu düzənliyi. Həmən Quruqobu düzənliyində ilk dəfə Gəncə xanının qoşunları ilə ruslar toqquşur və toqquşmada böyük itki verən Gəncə xanı Cavad xan şəhərə doğru geri çəkilir və şəhərdə qalanın müdafiəsinə başlayır. Qala müdafiəsi uzun müddət müqavimət göstərmək istəsə də bu baş tuta bilmir. Belə ki, 1804-cü ildə yanvar ayının 4-ünə keçən gecə baş verən bu qanlı bir müharibədə həm Cavad xan, həm oğlu Hüseynqulu xan döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik mərtəbəsinə ucalırlar və beləliklə 1804-cü ildə Gəncə xanlığı da ruslar tərəfindən işğal olunur. Gəncə xanlığı ruslar tərəfindən işğal olunması ilə rusların Azərbaycanda irəliləyişi sürətlənir. Ruslar Azərbaycanda mühüm strateji əhəmiyyətli bir bölgəni ələ keçirirlər və beləliklə Azərbaycanın içərilərinə doğru irəliləməyi fürsəti əldə edən 1-ci Aleksandr Qacarlara qarşı gələcək müharibədə də buradan mühüm səviyyədə istifadə edir. Bundan başqa 1-ci Aleksandrın verdiyi fərmanla birlikdə Gəncə şəhərinin adı dəyişdirilərək onun həyat yoldaşının adına Yelizabet Bola adlandırılır və beləliklə şəhərin gerçək adını, Gəncə adını çəkənlərə isə xüsusi cərimə belə deyək verilir. Gəncə xanlığının qalasının ələ keçirilməsində ermənilərin xəyanəti də çox mühüm rol oynamışdır. Şəhərin erməni əhalisi ruslara qala qapılarının açılmasında bir xeyli kömək göstərmişdi. Beləliklə Gəncənin işğalı ilə birlikdə Qacarların Azərbaycanda mühüm strateji mövqeyi itirildi. Ruslar Azərbaycanda mühüm strateji mövqeyi əldə elədi. Bu mövqeyi sayəsində gələcəkdə Xəzər dəniz sahillərindəki Azərbaycan xanlıqlarına digər Azərbaycanın daxilindəki xanlıqlar hücum üçün əlverişli mövqeyi əldə eləmiş oldular və gələcəkdə xanlar arasında Qacarlara qoşulaqmı, qoşulmayaqmı deyə bir tərəddüdün yaranmasına səbəb oldu bu hadisə. Çünki Fətəli Şah Qacar Gəncə xanına vaxtında yardım eləmədi və bu da təbii olaraq xanlar arasında onun qoşulmamaq barədə bir tərəddüdün yaranmasına yol açdı. Beləliklə biz sizlə bugün Rusiyanın Azərbaycan işğala başlamasının video izahatı barədə məlumat verdik, danışdıq. Ümid edirəm ki, sizin üçün anlaşıqlı oldu. Növbəti mövzu izahatında görüşənə qədər sağ olun, salamat qalın.